və ya hadisəsi var. Mən elmi dildə, nə bilim, kitabdan oxuyum, nəsə danışım, o mənlik deyil. Sizə qəşəng loru dildə başa saldım. Məsələn, niyə və hadisəsi yaranır deyim mən sizə. Məsələn, əgər mənim 3 dənə köynəyim, 2 dənə şalvarım varsa, 2 şalvarım. Mən neçə üsulla bir köynək, bir şalvar geyinə bilərəm. Tezbazar biz deyirik ki, burada və hadisəsi var. Yəni 3 vur 2 eləyir 6. Gəlin belə deyək. Bunu əgər seçimlə yazsaydıq, birinci köynəyimlə birinci şalvarı geyinərəm, birinci köynəyimlə ikinci şalvar. İkinci köynəyimlə birinci şalvarı geyinərəm, ikinci köynəyimlə ikinci şalvarı geyinərəm. Üçüncü köynəyimlə birinci şalvarı geyinərəm, üçüncü köynəyimlə ikinci şalvarı. Görürsünüzmü? 2, 4, 6 dənə üsul yarandı. Yəni və buradan yaranır. İmtahanda bizim vaxtımız mı var ki, götürək belə bir şey çəkək, orada 3 saat oynayaq? Yox. Və müəllimlər başa düşməlidir ki, və hadisəsi olanda, mən həmişə bunu loru dildə deyirəm, elə bilin ki, bir-birinə yapışır. Şalvar köynək geyindi, bunlar bir-birinə dəydi, yapışdı. Deməli, bu nədir? Və hadisəsidir. Amma və ya olanda, onlar ki, heç vaxt bir arada olmur. Məsələn, belə deyək də, restorana getmişəm, 3 növdə kabab var və 4 növdə dolma var. Deyirəm ki, mən bir dolma və ya bir kababı neçə üsulla seçə bilərəm. Və ya bilirsiniz nədir? Yəni, həkim deyib ki, dolma yesən, kabab olmaz, zəhərlənərsən. Kabab yesən, dolma olmaz. Yəni, bunların ikisi bir arada sənin qarnına girə bilməz. Belə deyək. Ona görə də burada və ya hadisəsi varsa, bunlar toplanır. Yəni, 7 üsulla. İnsanım da ağlımdan keçər birinci kabab. Demirəm ki, hamısını yeyirəm. Ağlımda canlanan 3 kabab keçər, 4 növdə də dolma keçər. Lakin mən bunlardan birini yedim. Mən yəni 7 üsulla düşünə bilərəm. Aydındır müəllimlər? Yaz. Bəli, müəllim. Sonra. Bəli, müəllim. Səsi bağlamışıq onun üçün. Hə, və ya bunu başa düşdünüz. Yaxşı, bu əla. Buna okey dedik. Sonra var müəllimlər düzgünü. Düzülüş. Bax, yazın ora. Düzülüş. Düzülüş nədir? Yadıma salın sizə MBA-nın PDF-lərini atacağam ehtimala aid. Təkrarı yarısı oradan. Yaxşı qaydalar var qəşəng. Düzülüş əgər düz xətt boyuncadırsa, müəllimlər. En faktorialdır. Bu günləri gördünüz, buraxılır, qəbul sualları nə qəşəng rahat olub ki, mən 2-ci qrupun üçün gördüm. Bu su kimi idi? Heç nə. Dinamikanın sualları idi müəllimlər. Fikir verdiniz? Məsələn, 4 nəfər, tamam, A, B, C, D. Neçə üsulla yanaşı düzülə bilər? 4 faktorial qədər, yəni 1-dən 4-ə qədər ədədlərin hasili. Eləyir 24. Dəyirmi masa olsaydı, bilirsiniz ki, n-1 faktorialdır. Məsələn, 10 kitabı bir rəfə neçə üsulla düzərəm? 10 faktorial qədər. Məsələn, 7 kitabı dəyirmi rəfə neçə üsulla düzə bilərəm? Təsəvvürün ki, dairə formasında rəflər var. Dairəvi. n-1 faktorial. Bir də müəllimlər, təkrarlanma var. Məsələn, Məleykə. Məleykə sözündəki hərfləri kəsirəm, qutuya qoyuram. Və belə deyək də, bu hərflərin yerini dəyişməklə neçə dənə mənalı, mənasız söz yaratmaq olar? Məleykə sözündə 7 hərf var. 2 dənə təkrarlanan ə hərfi var, bölürsən 2 faktoriala. Aydın oldu mu müəllimlər? 3, vur 4, vur 5, vur 6, vur 7. Yes. Başa düşdünüz niyə təkrarlanmaya bölünür? Bəli. Aha. Müəllim, olar sizə bir sual verim? Bu bizə dəqiqə müəlliməcəm. Bir dənə də versin aklıma gəlsin. Buyurun onu da deyim. Bir də ədədlərdə verirlər, sizi çaşdırmasın. Məsələn, deyə bilər ki, bu ədədlərdən istifadə etməklə neçə dənə müxtəlif ədəd yazmaq olar 5 rəqəmli. 5 faktorial müəllimlər. Təkrarlanan 2 dənə 1 var elə, 2 faktoriala. Təkrarlanan 2 dənə 6 var, bölürsən 2 faktoriala. Yaxşı müəllimlər? 30 versiyada yazmaq olar. Buyurun müəllimə, verin sualını. Müəllimə, üzr istəyirəm, sözünü kəsdim. Orada dərmi masa var, hə? O dərmi masanı biz en qəbul edirik, bir də ətrafındakı stollar çıxırıq da, hə?
Dollar niyə ki ay müəllimə? Dəyəri olmasa n-1 faktorialdır. 10 nəfər varsa 10 çıx 1 9. Bilirsiniz niyə birin çıxıl Hə, var? bil- Bax, təsəvvür elə bu mənəm elə. bəli. Mən Xəyalə müəlliməyə də qonşu ola bilərəm. Günay müəlliməyə də. Məndən 2 nəfər Aha, deyil. Ona görə oradan birinə çıxırsınız da təsəvvür edin. aha. Yaxşı. Sonra müəllimlər, gəlir nə? Bunu dedik təkrarlanmalı. Bir də müəllimlər, məsələn mən sizə sübut eləyim. Bax deyirəm ki, 1 1 3 rəqəmindən neçə dənə müxtəlif 3 rəqəmlə də düzəltmək olar. Mən sizə deyirəm ki, 3 faktorialı böləcəksən 2 faktoriala. Niyə 2 faktoriala? Çünki 2 dənə 1 1 var. Elə? 2 dənə 1 1 var. Ona görə də alında nə qədər 3 üsulla. Həqiqətən də bax gəlin düzəldək. Biri 113-dür. Biri 311-dir. Biri neçə ola bilər? 131 ola bilər. Başqası varmı ay müəllimlər? Hə? Xeyr müəllimə. Yox. Gördünüz mü? Xeyr Sübut müəllimə, elədim ki, xeyr. rəqəmlərdə də bu doğrudur. Aydın oldu? Bəli, bəli. Aysa. Sonra müəllimlər, var bankaya yığmaq. Yazın ora bankaya yığmaq. Bankalamaq. Bankalamaq. Gülməli Soyuqluyu deyəsən. deyirlər. Soyuqlayıb. Ehtimalın soyuq dəyməsini çıxardırıq. Arzu müəllimə, orada niyə 111 götürənmədik? Biz şərt qoyduq ki, hamısı olsun da rəqəmlər ona Müəllimə görə. deyir ki, bu rəqəmlərdən istifadə etməklə. Orada Hə, 1 1 Yalnız 3 olmalı. Ay canım gözüm, orada 1 1 3'dür. Başqa şey varmı? Mən sizə bir Bəli, alma bəli. verirəm, 2 alma verirəm, bir armud. Üçüncü almanı hardan almalıyam müəllimə? Yoxdur axı. Yəni başa Başa düşdüm. düşürsünüzmü? Hı. Müəllimə dərs yazılırmı? Bəli. Şübhəniz var dərsə? Yox, incə gəlirəm ona götürəm dərs. Yazıram müəllimə. Bankalamaq nə day müəllimə? Soyuq dəyməsini çıxardacaq cibində. Deməli, məsələn, deyirəm ki, Aygün, bax qız adlar yazıram. Aygün, Lalə, Sona, Xalidə, bir də Vəfa. Bir də sizə nümunə suallar verəcəm. Vəfan Vəfə yazın. Vəfa. Deyirəm bir sırada düzülürlər. Lalə və Sonanın yanaşı gəlmə halının sayını tapın. Lalə Sona. Bax, Lalə Sonanı yığdım bankanın içinə. Neçə nəfər görürsünüz? 1, 2, 3, bir dənə də Beşdən olur da banka. müəllim. Məmməd, yox, 5 4 vaxt yazmadım. nəfər. 4 nəfər müəllim. Baxın, bax 3 nəfər buradan, bankanı da 1 nəfər saysaq 4 nəfər. 4 faktorial. Amma bankanın içindəki adamlar da öz arasında yer dəyişəcək. Ona görə də bu tiplərin cavabı belə olur. Yadınızda qaldı? Mənimsədik? Müəllimə silməyində onu. Bilmirəm. Müəllim, bankada 3 adam olsa, 4 adam olsa elə həmin sayda faktorial yazırıq da onu Bəli, da. bəli. Çünki bunlar da öz aralarında yer Bəli. dəyişirlər. Nə Bəli. bilirsiniz ki, Lalə sona gələcək? Bəlkə sona Lalə gələcək mənim. Bankanın Bəli. başa İndi düşdünüz? aydın oldu müəllimə. Aysa. Bəli. İndi sual bəzən ola bilər ki, Lalə və Sonanın yanaşı gəlməmə, müəllimlər. Gəlməmə. Gəlməmə. O zaman ümumi halımız 5 faktorialdır. Çıxacaqsınız Lalə ilə Sonanın yanaşı gəlməyini. Yaz müəllimlər. Başa düşdünüz? Bu da olacaq sizin yanaşı Bəli. gəlməməyiniz. Bəli müəllimə. Bəli. So. Bax indi bildim. Yəni bu 5 faktorial idi, sonra 4 faktorial, o 2 nəfər də bankada olanlar. Hə. Gəlin ekranda gördüyümüz sualları yazaq müəllimlər, hə? Buyurun. Permutasiya olanda yadınızı saxlayın. Xüsusi şərt olur. Kombinizon olanda xüsusi şərt yoxdur. Orada alabaşına, külbaşına seçimdir. Yaxşı? Bəli. Bir də müəllimlər, nədir onu? Bu 3 ili tamamlayanlar, elə o bu birlər olsun. İnanın mənə MHM işləməyə ehtiyac yoxdur. Gedin düz əməlli ki, yazılışında 1, 2, 3, 4, 5, 6, 7 rəqəmlərinin hər birindən ən çoxu bir dəfə
Yəni burada sizə demək istəyir ki, təkrarlama məni. Yəni birdən bir dəfə istifadə edə bilərsən. Deyir, ədədin yazılışında onluqlar neçə müxtəlif üsulla seçə bilər? 7 dənə ədəd var, düzdürmü? İki rəqəmli ədəd yazıram elə. 7 vur 6 versiyada yaza bilərəm də. Deməli, mən onluğu 7 versiyada düşünə bilərəm. Deyirəm, Allah görsə onluq 1 olsun. Məsələn, və güya da 12 yazıram. Nə bilim, 23 yazıram və s. 7 üsulla bunu düşünə bilərəm. Sonra onluqlar seçildikdən sonra təhlil neçə üsulla seçilə bilər? 6 üsulla. Düzdürmü? Verilən şərtlərdə neçə iki rəqəmli ədəd yazıla bilər? Yəni rəqəmləri təkrarlanmayan neçə iki rəqəmli ədəd ola bilər? Mənlər bunu sizə belə başa salım. Bu permutasiyadır. Xüsusi şərt var. Ya ürəyiniz istəyir permutasiya 7-dən 2 yazın. Ya da ay müəllimlər, təsəvvür edin ki, sizin 2 oğlunuz var. Və kənddə 7 qız var. 7 qızın 7-si də ağlınıza canlanır. Birini aldınız böyük oğlunuza. Kənddə 6 qız qaldı. 6 qız canlandı beyninizdə, oğlunuza birini aldınız. Daha hamısını alası döyürsünüz ki, 42 üsulla siz oğlanlarınızı evləndirə bilərsiniz. Aydın oldu müəllimlər? Bəli. Sonra 1, 2, 3, 4, 5 rəqəmləri neçə müxtəlif üç rəqəmli ədəd yazıla bilər? Rəqəmlər müxtəlif demir ki, ay müəllimlər. Müxtəlif deyir. Bax, məsələn, 333 də müxtəlifdir. 444 də müxtəlifdir də. Ona görə 5 vur 5 vur 5. Nə qədər elədi? 125 üsulla. Deyir, onlardan neçəsi 5-ə bölünür? Müəllimlər. 3 rəqəmli deyil elə. Bax, 3 dənə oyuq açıram. 5-ə bölünürsə, bu 5-i domikin içinə yazmalıyam. Və mənə rəqəmləri təkrarlansın, təkrarlanmasın sözü demir. Bax, domiklə işiniz olmasın. Təsəvvür edin ki, bir dənə çərçivənin içinə saldınız, orada qaldı. 5 vur 5 üsulla. Aydın oldu müəllimlər? 25 üsulla düşünmək olar. Yaz. Müəllim, mən onu 5 vur 4 yazmışam. Bu domikin içindəki 5 bəs bu 5-dən çıxmır. Çıxmırsınız. Rəqəmləri təkrarlansın, təkrarlanmasın sözü demir ki, müəllimlər. Deməli, təkrarlana bilər. Bəli. 5 vur 5. Bəli. Yadınızda saxlayın. Bəli. Müəllimə don domika niyə salırdıq ki? Mən yetim onu Beşə doldurub bölünür. salmalıyam ki, 5-ə bölünsün. Bu axırda 5 olmasa 5-ə bölünər mənə. Hə? Orada Qaracayeva yazıb ki, 30. Ay məmmə, 30-u hardan aldınız suala? Nə? Tapşırıqdır, müəllim. İkinci sualın cavabı. Hə, ikinci elə bilirəm bunu deyirsən. Müəllimə bu permutasiya ilə gedər. Canım gözüm gedərik. Prosta bunu bilməlisiniz. Axı 5-ə bölünməsi üçün 5 ilə bitməlidir. Bunu domika yazmalısınız. Domika elə bir çəpərlədim. Buna toxunma da, bombadır bu, minadır. Dəymə. Ged o birini fikirləş. Başa düşdünüz müəllimə? Əli, Vüqar, Yaşar, Leyla, İlahə və Toru. Öz aralarında keçirdikləri şahmat yarışı birinci və ikinci yer. Ay müəllimlər, birinci yerə 2 nəfər çıxası deyir ki. İkinci yerə 2 nəfər çıxası deyir ki. Deməli, burada xüsusi şərt var. Neçə nəfərdirlər? 2, 3, 4, 5, 6. 6 vur 5. Bəli, müəllimə düz yazmışdınız. 30 üsulundan buradan. Aydın oldu vətəndaşlar? Bəli. Nəysə. Bura qədər qəşəng mənimsədik. Görüm MBA-nın ehtimalını tapsam ataram. Keçən də kiməsə atmışdım, nə olar? Kimdə varsa atar da. Ha, bu dərsləri mən sizə izah elədim. Buyurun, zəhmət olmasa. 3 sualdır. 3 dəqiqə vaxt verəcəm. Əlavə də ağlıma gələn qəşəng suallardan verəcəm. Yaxşı müəllimlər? 3 bucaq, tospik, bunların da qaydalarını qəşəng keçəcəm. Səbirli olun. 1, 2, 3, 4 ədədinin rəqəmlərini yer dəyişmə etməklə neçə müxtəlif ədəd yazmaq olar? Normal yer dəyişmədir. 4 faktorial. Bəs yaxşı, sizə desəydim ki, bu ədədlər, bu rəqəmlərdən istifadə etməklə, bax, qulaq asın mənə, neçə dənə 200-dən böyük 3 rəqəmli ədəd yazmaq olar? Yazın görün. Amma 200-dən böyük olsun.
Müəllim, müxtəlif dediniz yoxsa Mən müxtəlif söz rəqəmlər? mən Hə, yox, müxtəlif deyirəm. söz demədim. 200-dən böyük söz 8. demədim. Deyim mən. Müxtəlif ədəd, Bəli. rəqəmlərin müxtəlif sözü demədim. Sadəcə dedim müxtəlif ədəd düzəltmək olar. Rəqəmlər 48 müxtəlif, dənədir müəllimə. müəllimlər, rəqəmlər müxtəlif permütasiyadır. Müxtəlif sözü başqa şey. Bax, 200-dən böyük olması üçün ya 2 ilə başlayar, ya 3-dən, ya 4-dən. 3 versə ağlımdadır. Toraçlarda da keyf edirlər. Kim 48 yazmışdı, düz yazmışdı. Çünki mən burada rəqəmləri təkrarlamasın sözü demədim. Bəli, mən də dedim müəllimə 48. Mən də, Aysa. mən də düz yazmışam. Turnirdə 6 nəfər iştirak edir. Turnir cədvəli yerlər neçə müxtəlif üsulla bölüşdürülə bilər? Ay müəllim, birinci yerə 2 nəfər çıxasa duyur yarışda. Birinci və ikinci yerlərdir, düzdür? Ya da ki 6 yerdir də, düzdür? Turnir cədvəlində yerlər neçə müxtəlif üsulla bölüşdürülə? 6 vur 5 vur 4 vur 3 vur 2 vur 1. 6 faktorialda. Burası sizə izah üçün yazıram müəllimə. Başa Bəli, düşürsünüz? bəli müəllim. 6 faktorial. Sonra deyir ki, kənar səslərin olar bağlayın. Deyir ki, 0, 1, 2, 3, 4 rəqəmlərlə rəqəmlər təkrarlanmamağa neçə 5 rəqəmlə də yazmaq olar. 5 rəqəmli. Rəqəmlər təkrarlanması. Müəllimlər, sizin ağlınızdan heç vaxt 0 keçə bilməz. Ya 1 keçər, ya 2, ya 3, ya 4. Bu sizin xəyallarınız. Yəni xəyalınızda 4 rəqəm canlanır. Və siz birini seçirsiniz. Bu dəfə ağlınızda 4 rəqəm canlanacaq. Birini seçəcəksiniz. Bu dəfə ağlınızda 3 rəqəm canlanacaq. Sildim. Axırıncıda ağlınızdan 2 rəqəm keçəcək. Cavab oldu 96 üsulla. Aydın oldu müəllimlər? Bax, ən pis halda 5 ya 6 dənə ehtimal sualı gəlir. Ha, ehtimal seçim. Diqqətli olun. Aydın oldu? Yaz. Keçə bilərəm də. Bəli, Müəllimlər. bəli. Mən deyim. Müəllimə, Arzu müəllimə, bir də təkrar edərsiniz bunu. Təkrar eləməyəcəm, kayıtda qalacaq, başqa nümunə verəcəm. Bəli, qayda atarsınız onu. Müəllimlər, baxın. Deməli, çevrə üzərində altı nöqtə var. Deyirəm, bu nöqtələrdən neçə vektor çəkmək olar? Vektor. Boş yerə demirəm ha. Neçədən olar ay müəllimlər? Permutasiya. Permutasiya. Çünki xüsusi şərt. Permutasiya 6-dan 2. Qalan şeylər desə, qalanlarda kombinizon qutarda getdi. Vətər desə kombinizon. Bir dənə vektorda permutasiya. Çünki orada da xüsusi şərt var. Başlanğıc və son nöqtələri nəzərə alırsınız. Müəllimlər, xahiş edirəm, yerdən danışmadan. Bax, burada maraqlı sual 12-dir. 5 dənə sual verirəm. 4 dəqiqə vaxt. Bir də müəllimlər, sizə tapşırıq verəndə kaydı bağlayıram ki, boş yerə kayd getməsin. Yəni ancaq özüm izah edəndə açıram o kaydı. Deyir, atom sözündəki hərflərin yerini dəyişməklə neçə müxtəlif söz düzəltmək olar? 4 faktorial. Bəs yaxşı desəydim, A ilə başlayan neçə müxtəlif söz yaratmaq olar? Elə bu A-nı başa spotlayarsınız, mismarlayarsınız, bombalayarıq. 3 faktorial qədər müəllimlər. Bəzən elə suallar da verirlər. Sonra, qrupdakı 8 şagird Lalə və Elmirin yanaşı dayanması şərti ilə Lalə ilə Elmiri bankaya yığırıq. Lalə, Elmir, oradan da 6 nəfər. Bu bankanın içi idi də. 6 nəfər oradan, bir də bu banka. 7 faktorial, vuraq 2 faktorial. Niyə 2 faktoriala vururam? Çünki Lalə və Elmir də öz arasında yer dəyişə bilər. Ola bilər Lalə gələr, Elmir gələr. Və yaxud da ki, Elmir gələr, sonra Lalə gələr. Aydındır müəllimlər? Sonra, gəlir 6 nəfər dəyirmi masa ətrafında. 6 minus 1 faktorial qədər əyləşər. Çünki düstur n-1 faktorialdır. Ola bilər ki, müəllimlər, deyər ki, məsələn 6 nəfər, bax qoy bu sualı düzəldim, dəyirmi masa yazım, eləmi? 8 nəfərdilər Lalə Elmirin dəyirmi masa ətrafında yanaşı gəlməyi. Müəllimlər, 2 nəfər bankanın içindədir, oradan da 6 nəfər.
7 nəfər sayaq. Amma dairəvi masa olduğuna görə 7-dən 1 çıxırsan. 6 faktorial. Yenə də amma bankanın içindəkilərə vurursan. Yəni 2 faktoriala. Aydın oldu müəllimlər? Bəli, müəllim. Sonra. Mənə bir dəqiqə gözünü onu yaz. Yozursuz yoz. Xəyali müəllimə dərsə gəldi. Müəllimə internetiniz getmişdi bayaq. Deyəsən gəlmədi. Ev interneti yox. Bu internet bu hamımıza bəs eləmir ya müəllimə elə bil ki. Fikir verirsiniz çatmır internet. İnsan bir gün ərzində nə qədər internet problemi yaşaya bilər? Müəllimə, bu 10-da 6 faktorial vurulsa 2 faktorial aldıq. Yox, ona ayrı nümunə verdim. Onda cavab olur 5 faktorial. 5 faktorial. Mən ayrı nümunə dedim orada. Yes. Ehtimal sözündəki hərfləri yer dəyişmələr edərək müxtəlif sözlər düzəldilir. 1, 2, 3, 4, 5, 6, 7. Deyir, onların neçəsində saytlar yanaşı gəlir. Hə, gəlin saytları bankanın içinə yığaq müəllimlər. Edi, idi, adı. Saytlar bilirsiniz də hansılardır? A, I, O, U, E, Ə, İ, Ö, Ü. Bu bizim saytlarımızdır. Dilimizdə 23 samit 9 sayt var müəllimlər. Kim yaddan çıxsa bilin. Deməli 1, 2, 3. Bankaya yığıram. 1, 2, 3, 4. 4 nəfər buradan, bir dənə də banka. 5 faktorial. Bankanın içində 3 dənə hərf var, düzdür? Vurursunuz 3 faktoriala. Aydın oldu müəllimlər? Bəli, müəllim. Sonra, sinifdə 8 şagird var. Bax, o qəşəng sual budur. 5 oğlan, 3 qız. Onların qapıdan çıxma ardıcıllıqları neçə mümkün variantı var? A variantı. Qapıdan əvvəlcə qızlar çıxsa, müəllimlər. Amma bunu dəqiq təhlil edək. Qapıdan əvvəlcə qızlar çıxırsa, belə deyərikmi ki, 3 faktorial vurur 5 faktorial. Mənlə razısınız yoxsa yox? Hə? Məmər. 5 vur 3 yazmışam müəllim, olar niyə olmur? Bu elə gedər məncə. Qapıdan yazmışam Üç hərfi. No problem. Sonra qızlar yanaşı deyil. Doldurmuruq müəllimə qızları. Yox, yazma. Belə yazma. Qapıdan çıxırlar. Düz xətt boyunca çıxırlar. Oğlanlar birinci çıxsa, müəllimə, baxın düzmü yazırıq. 5 faktorial vuraq 3 faktorial. Bu da belə. Qapıdan sonra deyir, istənilən ardıcıllıqla çıxırlarsa, onda 8 faktorial. Nətər fikirdə müəllimlər? Qəşəng? Qəşəng. Güzel. Aha. Müəllimlər, təkrarlanan permütasiyanı öyrətmişəm sizə. Gəlin yazaq. 13 və 14-cü çalışmanı. Hardasa 2 dəqiqə zat, 2 dəqiqə yarım vaxt verirəm. Buyurun. Müəllimlər, nə? O vaxtı biz az Evrotelə qoşulurduq. Çox qəşəng idi sürəti. 4 faktorial bölünsə 2 dənə N hərfi var. 2 dənə Ə hərfi var. Gördünüz müəllimlər? 6 üsulla. Nə və 4 faktorial. 2 dənə Ə hərfi var. Bölürsən 2 faktoriala. Sonra şəlalə. 6 faktorialı bölürsən L. 2 faktorial. 2 faktorial bir də Ə. 2 Faktorial. Yazmışdınız da müəllimlər? Element. 3, 7 faktorial. Bölək 1, 2, 3. 3 faktorial. 3 faktoriala bölünsüz qutardı. Yazılmışdı da yəqin ki müəllimlər. Hə? Neydi? Müəllimə, bu qrup adam da lap dələləyir. Həzanlanmışdım. Ay, səsim da bir şey olmuyor da səs olsun. Gəlsin. Mən keçirəm necə 14. 14-də də şey var, təkrarlanma var. Təkrarlanma. Nədir təkrarlanma deyim sizə?
Bax, neçə dənə sarı var? Ümumiyyətlə, neçə dənə şar var? 15 dənə. Neçə dənəsi sarıdır? Bunun 6'sı qırmızıdır, 9'u sarı. Razısınız mənimlə? Bölürsən 6 faktorial vur 9 faktorial. Yazılmışdı. Bəli. 15 faktorial Bəli. bölürsünüz. Ha, şu, qurtardı. Bitti. Ay, nə deyin görüm. Bu şəkildə neçə dənə üçbucaq var? Bu biraz bunları da təkrarladıq. Bir də mənim yadımdan çıxar. Bəli, müəllim, o kvadratı da deyin, o içinin Yaz, sayını tapaq yavaş kvadratı. yazın ya. Allah razı olsun. Ben 30. Bax, mənlər, bunun qaydası biz nədir? 1, 2, 3, 4 yazırsan, nərdivan qaydası da paraleldir. 1, 2, 3, 4. 1, 30. 2, 3, 4. Bircə dəqiqə bilmirəm mən. Toplayırsan bunları 10. 10 buradan, 10 da buradan. Toplamda eləyir nə qədər? 30 dənə. Cavab 30. Şə. Mənlər, permutasiya demişəm də, xüsusi şərt var burada. Gəlin yazaq. Mən də baxmağa görürüm evin interneti gəldi mi? 16'dan nə qədər var? Ha, az qalıb vaxtımızda da. Quş qoyduqlarımı 16, 20, 21, 22, 23, 24. Yaxşı. Evə verəcəm müəllimlər güvən 9 illikdən seçim məsələlərini. Yaxşı. Bir də şey atacağım. Öz kəsəgələrimi, ehtimala aid öz kəsəgələrimi. O 9 illiyin bu il kəsəgəsi oldu ya, ehtimal seçim bax onun. Alman şey gətirir. Deyir ki, Fidanın 6 kostyumu var. O bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günləri seminarda iştirak etməlidir. Hər birində müxtəlif. Mənbər, artıq burada permutasiya var. İstəsəz permutasiya 3 gündür də, bazar, çərşənbə, çərşənbə. 6'dan 3 yazarsınız. Və yaxud da ki, belə də yaza bilərsiniz. 6 vur 5 vur 4 kimi də yazarsınız. Sonra deyir ki, 4 məktubu 6 zərfə, hər zərfdə bir məktubdan artıq olmamaqla neçə müxtəlif üsulla yerləşdirmək olar? 4 məktubum var. 6 kutu var. Birinci məktubu əlimə alıb deyirəm, ay Allah, bu 6 kutudan hansını atım? Birini atdım, getdi. İkinci məktubu əlimə alanda artıq mənim 5 kutu gözümün qabağına gələcək. Çünki birini atmışam axı. O bir məktubu əlimə alanda 4 kutu gözümün qabağına gələcək. Sonuncu məktubda da 3 kutu. Elə bir ki, 6 dənə kutu çəkirəm. Baxın, 1, 2, 3, 4, 5, bu da 6. Elə müəllimlər. Birinci məktubumda təsəvvür edin ki, bu kutunu seçdim. Ağlımda 5 kutu qalır. İkinci məktubda bunu seçdim. Ağlımda 4 kutu qalır. Üçüncü məktubda bunu seçdim. 3 kutu qaldı. Aydın oldu müəllimlər? Ona görə 6 vur 5 vur 4 vur 3'dür. Yaz. Başa düşdük? Bəli, müəllim, belə yazmışam. Aha, müəllimlər, sədr katib, növbətçi, nə bilim, sinifkom seçirsənsə permutasiya 20-dən 2. Permutasiya 20-dən 2-ni də belə də yaza bilərsiniz. 20 vur 19. 380 sonu. Daha sonra 3 sərnişin 5 dayanacaqda. Hər dayanacaqda ən çoxu bir adam düşə bilər. Yəni 2 adam düşə bilməz. 3 sərnişindir. Birinci adam təsəvvür edin ki, dayanacağın 5'ini ağlından keçirdi, birində düşdü. İkinci adam 4 dayanacaq ağlından keçirdəcək, o biri də 3. Ona görə burada 60 üsul var. Yaz müəllimlər. Müəllim, orada 21'də sədr və katib biri 22'də. Permutasiya 20-dən 2 müəllimə. Xüsusi şərt var axı. Xüsusi şərti varsa permutasiyada. Amma desəydi sadəcə 2 nəfər kombinizonla gedərdim. 1, 2, 3, 4, 5 rəqəmlərindən rəqəmləri təkrarlanmayan neçə 3 rəqəmlə də düzəltmək olar? Gəlin birinci suala cavab verək. 6, 3 rəqəmli deyir elə, 3 dənə oyuq açıram. Vur 5, vur 4. 120 sonla. Onların neçəsi 200-dən böyükdür? Bax, mən sizə demişdim ha. 200-dən böyük olması ya 2 ilə başlayar, ya 3 ilə, ya 4 ilə, ya 5 ilə, ya 6 ilə. 5 üsul buradan. Birini seçirəm.
Yerdə qalır. Neçə üsul? 5-i. Sonra 1-ni silirəm. Yerdə qalır 4-ü. 100 üsulla müəllimlər. Yazmışdınız bunu da. Bəli. Ay sağ ol. Всё. Bu qədər. Bu qədər bəs Mən eləyir. Onun altında deyəndə zəhmət olmasın. Nə? Nə? 16. 16-da? Bəli, bəli. 16 müəllim heç nə. Deyək bu hər hansı ikisini yanaşı düzməklə alınan müxtəlif sözlərin sayını. Müəllim ikisini deyirsə, hərəsi bir karta yazılır. Ümumiyyətlə düzülüş desəydi 4 faktorial idi, amma hərəsini bu kartlardan hər hansı ikisini yanaşı yazırsansa, müxtəlif söz yaransın deyirsənsə, 5 vur 5 yox, 4 dənə hərf var eləmi? Müxtəlif söz dənə hərf. zıl, o, t, a. Ona görə 4 vur 4, 16 üstündən olar. Başa düşdünüz müəllimlər? Müxtəlif sözdə zıl, a. Amma bir şey də var. Bu kartların hər hansı ikisini yanaşı. Amma bizim orada zıl 2 dənə kartımız yoxdur, xay müəllimlər. Bir azot sözündəki hərflərin hərəsi bir karta yazılıb. Bu kartların hər hansı ikisini yanaşı düzməklə alınan. Müəllimlər, orada cavab 4 vur 3 olmalı. Götürülmez. Çünki bizim Permütasiya bu yox. 92. O elə götürülür əslində. Çünki bizim 2 dənə zıl hərfimiz yoxdur. Müəllimlər, 4 vur 3 gedər, 12. Amma desəydi ki, məsələn, azot sözündəki hərflərdən istifadə etməklə, onda mən yaza bilərdim. Amma burada bir kartdadır, kəsib atır. Yəni başqa mənim zıl hərfim ki yoxdur. 12 sonu. Mən evə verirəm. Mən dinləyin zəhmət olmasa. Güvən 9 seçim verəcəm. Bir də KSG-lər verəcəm. Yaxşı, KSG-lər. Onun